Sizin sülhü, xeyir duası hər birinizin ürəklərinə olsun. Qoy ürəklərimiz onun sevinciyle coşsun. Bilmirəm nə vəziyyətdə gəlmişik bugün bura, amma Rəbbə dua edirəm ki, bugün hər birimizin ürəyindəki acılar şirinləşsin. Kədərlər sevincə dönsün. Amin. Bugün sizinlə müqəddəs kəlamdan Allahın sözündəki İsa Məsihin şagirdləri olmaq haqqında danışacağım. Çünki bu çox vacib olan bir mövzudur. Hər birimiz bura gəlmişik. Mən inanıram ki, burada olan bir çox insan İsa'yı izləmək üçün, İsa'nın ardınca getmək üçün buradadır. Elə deyilmi? Razısınız mı mənimlə? Amin. Onda gəlin bugün yoxlayaq. Biz həqiqətən də mi İsa'nın ardınca gedirik? Çünki bilirik ki, hər birimiz məktəbdə oxumuşuq. Bir çoxlarımız deyək. Bəzi insanlar məktəbə gedə bilmirlər imkansızlıqdan ya da məktəb yoxdur evlərin yanında, amma burada olan bir çoxlarımız yəqin ki, məktəbdə şagird olmuşuq. Mənim həyatımda çox pis şagird olmuşam. Çünki çox hiperaktiv bir uşaq idim və dərslərdə oturub müəllimi dinləməyi sevmirdim. Mən üçün maraqlı deyildi. Müəllimlər anama şikayət edirdilər, məni döyürdülər, cəzalandırdılar. Xeyri yox idi. Sevmirdim, maraqlı değildi mənim üçün. Çünki öz həyatımın dərdi özümə bəs idi. Və böyüdükcə yavaş-yavaş başa düşməyə başladım ki, o müəllimlər, hansılar ki bizə yol göstərirlər, bizim yaxşı olmağımızı istəyirlər, hansılar ki istəyirlər ki biz böyüyəndə ailəmizə, vətənimizə xeyirli evlatlar olaq, hamısının çalışmaq istədiyi şey bu idi. Amma biz uşaq olduğumuz üçün onu başa düşə bilmirdik. Çünki müəllim şagird üçün çox vacib idi. Məktəblər niyə açılmışdı? Çünki ana-atalar işləyirdilər. Ana-ataların uşaqlara vermədikləri şeyi müəllimlər verirdilər. Həm təlim verirdilər, həm tərbiyə verirdilər. Bəzi uşaqlar bunu ala bilmirdilər. Bəzi müəllimlər bunu yerinə gətirə bilmirdilər. Çünki psixoloji problemlər olan müəllimlər də olurdu. Evdəki acını gətirirdi, uşağın üstünə qusurdu. Yəni uşağı cəzalandırırdı, aşağılayırdı. Olub həyatımızda belə müəllimlər. Və yaxşı müəllimlər də olub. Hansı ki, indiyənə kimi bəlkə onları xatırlayırıq. Düzdürmü? Müəllimləri tanımaq, onların həyatını bilmək gözəl bir şeydir. Amma mən bugün o müəllimlər haqqında danışmayacağım. Mən bugün həyatımızda bizim həyatımızı dəyişən, bizə doğru yolu göstərən, bizə sonsuz həyatı verən müəllim haqqında danışmaq istəyirəm. Hansı ki, yer üzündə elə bir müəllim yoxdur ki, onun dediyi ilə əməli bir olsun. Çox nadir olur belə insanlar. Çünki insan səhv edə bilər. Amma bugün sizə danışacağım müəllim İsa Məsihdir. Hansı ki, o gözəl bir müəllimdir və gözəl nümunələr göstərdi. O, öğrencilərini çağıranda ilk addımı neydi onun? Şagirdlərini yığmaq və məni ardımca gəlin deməkdir. Bugün bir çoxumuz onun ardınca gedirik. Çünki burada olduğumuza görə onun ardınca getməyə qərar vermiş olmalıyıq. Düzdürmü? Əla. Mən istəyirəm ki, biz İsa Məsihin həyatına baxaraq görək İsa Məsih necə bir müəllim idi ki və bizə necə şagirdlər olmağımızı istəyir. Xahiş edirəm, kəlamlarımızı açaq. Yahya bölümündən 13-cü bölüm 12-ci ayədən oxuyacağım. İsa onların ayaqlarını yuduqdan sonra paltarını giyindi və yenə süfrəyə oturaraq onlara dedi. Bu hadisə İsa Məsihin son axşam yeməyində şagirdləri ilə bir yerdə süfrədə oturduğu zaman baş verir. Siz məni müəllim və Rəbb deyə çağırırsınız və doğru deyirsiniz. Çünki mən elə oyam. İndi ki mən Rəbb və müəllim olduğum halda sizin ayaqlarınızı yudum, siz də bir-birinizin ayaqlarını yumalısınız. Çünki sizə nümunə göstərirəm ki, mənim sizə etdiyimi siz də bir-birinizə edəsiniz.
Doğrusunu sizə deyirəm. Qul ağasından, elçi də onu göndərəndən üstün deyil. Əgər bu şeyləri bilib onlara əməl edirsinizsə, bəxtiyarsınız. Bütün insanlıq İsa Məsihi Peyğəmbər olaraq, Allahdan gələn bir insan olaraq tanıyır. Elə deyilmi? Və biz bilirik ki, İsa Məsih Allahdan gəldi. Allah ondaydı və Allah oydu. Biz buna iman edirik. Və o gözəl də müəllim idi. Çünki hər kəs İsrail xalqından ona yaxınlaşanda ona ey müəllim ya da Rabbuni deyə xitab edərlər. Çünki o çox gözəl danışırdı. Çox gözəl nitqi var idi. Və insanlara təsir edirdi onun sözləri. Amma o özündən heç bir şey demirdi. Və o dediyi hər bir şeyi əməl edirdi. Niyə? Çünki Allahdan gəldiyini sübut edirdi. İnsanlar üçün Allahın qanunu veriləndə, insanlar üçün çətin idi Allahın qanunlarını yerinə gətirmək. Bir insanı sevmək, ona yaxşılıq eləmək, bir insana yaxşı davranmaq, hər insana yaxşı davrana bilmirsən, hər insanı sevə bilmirsən. Sənə pislik edən insanı sevə bilməzsən. Amma o bizə bunu göstərirdi. Öz əməlləri ilə, öz ürəyi ilə. Çünki onun insanlara verdiyi dəyər Allahın bizə verdiyi dəyərlə eyni idi. Ona görə də o gözəl müəllim idi ki, öğrencilərinə, şagirdlərinə deyirdi ki, mənim boyunduruğumu üzərinizə götürün və məndən öyrənin. Çünki mən həlim və qəlbən itaətkaram. Bununla canınıza rahatlıq taparsınız. Nə qədər gözəl bir söz, elə deyilmi? Canımızda rahatlıq var mı? Yoxdur. Çünki dünya qayğıları, həyatımız, sıxıntılarımız, problemlərimiz, xəstəliklərimiz bu bizim canımızın rahatlığını alır. Biz canımızın rahat olmağı üçün fərqli yerlərə başvururuq, fərqli şeylər edirik. Nə bilim, musiqi dinləyirik, dostlarımızla bir araya gəlirik, çörək yeyirik, əyləncələrə gedirik. Amma canımız nə qədər rahatlıq tapır. Amma İsa bizə burada bir sir verir. Bizim müəllimimiz gözəl bir sir verir. Deyir ki, məndən öyrənin. Çünki mən həlim və qəlbən itaətkaram. Və İsa'nın şagirdlərindən istədiyi şey çətin bir şey değildi. Bugün həyatımızda biz İsa'nın şagirdləri olma qərarını veririk. Onu həyatımıza alırıq. Qərar verir ki, biz artıq səninlə yaşayacağıq. Biz artıq sənin ardınca gələcəyik. Bəzi öğrencilər gəlib deyirlər ki, öğretmen, müəllim, icazə ver gedim atamla, anamla vədalaşım, sonra gəlim. Biri deyir, gedim atamı bastırım, sonra gəlim. Herkes bir bahanesi var hayatımızda. Elə değil mi? Bugün sadece məbədə gəlmək için değil. Her gün İsa Məsih'i izləmək için bir bahanelerimiz var. İşe veririk özümüzü, görüşlere veririk özümüzü, ne bileyim, o ad günü, bu ad günü, o toy, bu toy. Her şeyde olabilirik. Ama İsa Məsih'in ardınca getmək için bəzən vaxt tapa bilmirik. Belki de akşam yatağa girəndə yadımıza düşür ki, ya Rəbb, sənə minnətdaram bugün için. Şükür edirik. İsa Məsih'i izləmək, onun buyruqlarını yerinə gətirməkdir. İsa Məsih'i izləmək, onunla yaşamaqdır. Diqqət edin, İsa Məsih'in bizə göstərdiyi gözəl bir örneği var. O, her gün şagirdləriyle birlikte yol gedəndə, müjdəni danışanda, kəlam haqqında danışanda, oradaki insanların qarnını doyuzduranda, xəstələrə şəfa verəndə, onun bir daha gözəl xüsusiyyəti var idi. O akşamlar neynirdi? Bilen var. O dağa çıxırdı dua etmək için. O səhərə qədər atasıyla, Rəbb Allahla duada keçirdirdi vaxtını. Bu ne deməkdir? Her bir İsa Məsih'in şagirdi ata ilə vaxt keçirmək üçün vaxt ayırmalıdır.
Eğer atayla ünsiyetimiz yoktursa biz onun şagirdi olabilmeyeceğiz. Çünkü onun ne demek istediğini anlayabilmeyeceğiz. Necə ki uşaq vaxtı mən anlamırdım. Ona göre de atayla olan ünsiyet, onu dinlemek, ona danışmak, ürəyimizi ona demek, ondan almak bu şagirdliğin ilk adımıdır. Çünkü biz onu tanımasak onun ardınca necə gedəcək? Dikkat edin, İsa Mesih'i izleyen çok insan var idi. Çok insan onun şagirdi olmak istəyirdi. Ama İsa Mesih bir söz deyir ki, hansı ki onların birçoğu dönüp gedirlər. Bilirsiniz hansı sözdür o? Deyir Yahya 8:35'te. O zaman İsa ona inanmış Yahudilere dedi. Eğer siz benim sözüme sadık kalsanız, həqiqətən benim şagirdlerimsiniz. Ve deyir Matta 16:24'te. Sonra İsa şagirdlerine dedi. Eğer bir kəs benim ardımca gelmek istəyirsə, özünden imtina etsin ve çarmıxını götürüp ardımca gelsin. Taxtadan, çarmıxdan danışmır İsa. Tabuttan danışır. Çünkü biz onu izleyeceksek biz onda kimden üstün olmalıyıq? Kimden özümüzü kime göstermeliyiz? Ne için yaşamalıyıq? Bir neçə gün qabaq mənim bir dostumla bir söhbətim oldu. O Allah'ı sevir ama başka bir hayatı var. Ve o bu söhbət edəndə mənə çox toxundu onun sözü. Ona bir məclisdə sual verirlər dostları ki, 2 kəlmə sən də söhbət elə. O söhbətlərin arasında görür ki, hər kəs öz Allah'a olan ibadetini təkəbbürlə deyir. Təkəbbürlə danışır, təkəbbürlə dua edir. Mən nə bilim ora getdim, bunu elədim, təkəbbür qürurla yəni. Təkəbbürlə deyir və bu ona çox pis təsir və deyir ki, mən istərdim ki, heç bir ağızdan təkəbbürlü dua çıxmasın. Heç bir əməldə təkəbbürlü addım olmasın. Heç bir ibadətdə təkəbbürlü ibadət olmasın. Bu insan Allah'ı tanımırdı ama çok güzel bir söz deyir. Təkəbbürlü ürək. Biz bəzən ettiğimiz xidmətlərdə, getdiyimiz yerdə, ettiğimiz şeylərdə o qədər təkəbbürlə deyirik ki, elə bil ki biz yaratmışıq. Bu bizim, nə bilim, biz bir nömrəyik. Ama İsa bizə elə demir. İsa bizə deyir ki, sizin çox bəhrə verərək mənim şagirdlərim olmağınızla atam izzətlənir. Təkəbbürdə ata izzətlənə bilərmi? Təkəbbürlü sözdə, təkəbbürlü xidmətdə, təkəbbürlü əməldə Allah izzətlənə bilərmi? Bugün yarış var. Hansımız daha yaxşı geyinirik, hansımız daha yaxşı danışırıq, hansımız daha yaxşı xidmət edirik, hansımız daha yaxşı işdə işləyirik, hansımız daha yaxşı pul qazanırıq, hansımız daha yaxşı evdə otururuq. Və sonra deyirik ki, qurban olum Allaha, İsa səni sevirəm. İsa deyir axı, mən həliməm, mənə bənzəyin və itaətkaram. Davud Peygamber'in güzel bir sözü var. Türk dilinde çok güzel çıxır o. Deyir ki, sen qurbandan xoşlanmazsan, yoksa gətirərdim sənə qurban. Sen itaatkar ürəkdən xoşlanarsan. Çok güzel bir sözdü bu. Bizim sözümüzle əməlimiz bir olmalıdır. Çünkü biz İsa Mesih'i izlemeye, onun ardınca getmeye karar vermişik. Biz Mesihçiyik. İndiki dillə bizə Hristiyan deyirlər. Bəziləri deyirlər ki, kəşke bu Hristiyanlar kimi olsaq. Kəşke onlar kimi olsaq, onlar kimi düşünsək, sevsək. Hristiyanları örnek almağa çalışırlar. Bugün biz hayatımızda kime örnek olabilirik? İsa'nın şagirdləri olarak.
Axı İsa bizim içimizdə yaşayır. İsa bizə məni ardımca gəl dedi. Qoy deyir ölülər öz ölülərini bastırsınlar. Qoy dünyadakı problemlər özlərində qalsın. Dünyanın qayğısını çəkmə. Axı İsa deyir bizə söz verdi. Qayğılanmayın. Hansı biriniz qayğılanmaqla ömrünü bir saniyə uzada bilər? Bir an uzada bilər? Qayğılar bizim həyatımızı məhv edir. Qayğılar bizim İsa Məsihi şagirdi olmağından üzümüzü çevirir. Qoymur biz İsa'nın ardınca gedək. Mənim həyatımda bu baş verdi. Mən bir gün baxdım ki, İsa'nın öğrencisiyəm, şagirdiyəm. Amma başım İsa'ya baxmırdı. Başım problemlərə baxırdı. Və bir də gördüm ki, mən İsa'dan çox uzaqlaşmışam. Və pis gündəyəm. Hətta müqəddəs kəlamda gözəl bir yer var, hansı ki İsa su üstündə gəzəndə Piotr deyir ki, icazə ver sənin yanına gəlim. Deyir gəl. Suya addımını atır, İsa'nın yanına yaxınlaşanda birdən külək qopur, fırtına qopur. Piotr üzün çevirən kimi batmağa başlayır. Ya Rəbb mənə kömək elə. Çünki problemə baxdı. İsa'nın şagirdi olmaq, İsa'ya baxmaq deməkdir. Yadımdadır, gözəl bir hekayə vardı, Amerikada olmuşdu. Bir məktəbdə basketbol müəllimi uşaqlara basketbol atmağı öyrədir. Və uşaqlar atdıqca bir uşaq var, ata bilmir də, gəlir, belə gəlir, vurur, atır beləsinə, girmir, gəlir, atır, girmir. Müəllim uşaqlara sual verir ki, sizcə o niyə ata bilmədi ora? Və hər kəs öz fikrini deyir, nə düz durmadı, əlini düz tutmadı. Amma bir neçə nəfər deyir ki, çünki o topa baxırdı. O səbətə baxmırdı. O səbətə baxsaydı ata bilərdi. Əziz bacı qardaşlarım, inanın, şeytanın istədiyi şey budur ki, biz problemlərə baxaq. Biz bir-birimizdəki əksiklərə baxaq. Biz beynimizi ancaq dünyavi şeylərlə dolduraq. Nə olsun kəlam oxuyuruq? Nə olsun dua eləyirik? Əgər bizim beynimiz dünyasal şeylərlə dolu, dediqoduyla, yalanla, fırıldaqla, paxıllıqla doludursa, nə olsun biz oxuyuruq? Biz İsa'nın şagirdi ola bilməyəcəyik. Çünki biz İsa'nı yox, beynimizi dinləyirik. Biz İsa'nın ardınca deyil, bu həyatın bizə göstərdiyi gözəlliklərin ardınca gedirik. Amma İsa bizdən bunu istəmir axı. İsa deyir, mənim ardımca gəlmək istəyən çarmıxını götürüb məni izləsin. Bu həyatı düşünməsin. Heç bir şey düşünməsin. Luka 14:25'te deyir ki, İsa ile birlikte büyük izdiham yol gedirdi. İsa dönüp onlara dedi, kim benim yanıma gelip ata anasını, arvad uşaqlarını, hatta öz hayatını menden üstün tutarsa, benim şagirdim olabilmez. Öz çarmıxını daşıyıp ardımca gelmeyen kəs də benim şagirdim olabilmez. Bugün hayatta bizim en çok sevdiğimiz şey nedir? Nədir üstünlük veren həyatımızda? Xahiş edirəm, hər kəs özünə versin bu sualı. Hər kəs özünə desin ki, bugün mən kimin ardınca gedirəm? Axı mən bugün buradayam. Axı mənim Bibliyam var, axı mənim imanım var, axı mənim Rəbbim var, axı mənim müəllimim var. Mən kimin ardınca gedirəm? Düşüncədə gedə bilərik. Amma ayaqlarımız bəzən ora getmir. Düşündüyümüz yere gitmir. Ürəyimiz bəlkə getdiyimiz yerdən daha da çok uzaqdadır. Qarışıqdır həyatımız. Yer tapa bilmirik. Biz kimi izləyirik? Kimin ardınca gedirik? Yaşayan, var olan Rəbbin ardınca gedirik. Çünki o yeganə müəllimdir ki, məni izləyin deyir. Mənim ardımca gəlin. Yoxdur dünyada elə bir müəllim ki, məni izlə deyib ona sonsuz həyatı versin.
Yoxdur. İçindeki rahatlığı belə o verir. Çünkü o bizim içimizi bilir. O bizim niyetimizi bilir. O bizim düşüncelerimizi bilir. Əziz bacı qardaşlarım, xahiş edirəm. Özümüzə sual verək. Bunu fikirləşək. Biz kimin ardınca gedirik? Biz kimin şagirdləriyik? Biz hansı əməlimizdə kimi izzətləndiririk? Biz yaşayışımızda kimi izzətləndiririk? Bu çox vacibdir. Çünkü bu bizi Allah'a aparır. Bu sual bizi Allah'a yakınlaştırır. Bu sual bizim hayatımızı değişməyimiz için bize bir fürsət verir. Onun için indi birazdan mənim qardaşım danışacaq. Xahiş edirəm ürəklərinizi hazırlayın. Çünkü Rəbb onun vasitəsilə danışacaq. Bugün tövbə etmək üçün, bugün İsa'nın ardınca getmək üçün fürsətimiz olacaq. Rəbb hər birinizə bol bol xeyir dua versin və bərəkətləsin. Sağ olun.